Herkese salam kızlar, necəsiz? Dünən sizlə biskvitin pişirmə qaydasını paylaşdım. İstəyirəm ki, bu günlərdə yığılma qaydasını paylaşam. Videoya keçməzdən əvvəl ilk öncə videonu paylaşıb abunə olmağı unutmayın. Belə qızlar, qəlbi ilk öncə qoyuruq və biskvitləri yığırıq içinə. Onu südlü qaymaqlı siropla ısladırıq, düşəcək, yumuşaq olsun deyə. Islatdıqdan sonra azca qaymaq vururuq içərisinə. Sonra onun içinə dolğular vururuq. Yəni istəyir, kim necə istəyir, mən necə vururum. Dolğu vurduqdan sonra damla şokolad, zövqə görə girdə vura bilərsiniz. Müştərim istəmədiyi üçün bir dəşə vurmadım. Damla şokolad və banan vurdum və dolğu vurdum. Sonra yenə üzərindən bir qat qaymaq keçirin. Biskvitin altına yenə qaymaqla kremi vurun. Sonra üzərinə yerləşdirin. Ondan sonra bir sıxma torbasına qaymağı və yaxud da ki, sıvama kremimiz nə olacaq onu doldurun. Yeni başlayanlar üçün asan olsun deyə qırağı ilə sıxma torbası ilə gedin. Sonra üzərinə də biraz krem sıxın. Ondan sonra başlayın hamarlama. Hazırlayın, hər şey səmiş olsun. Göz haqqınızı helal edin. Kızlar, burada videonun uzun kesmedim, biraz uzun oldu və çiliyorlar siz baxınca, yəni onun üçün kəsmədim ki, ilk dəfə başlayan qızlar, yəni görürsünüz ki, hər çəşdə ola bilir, yəni tutmayın, həqiqətən çox ciddi, yəni hamarlamağı heç bu qədər çəkmədi də, o torfa çox çətinlik çəkdi hamarlayarkən, yəni aynen də alınmadı, həvəslə düşməyin qızlar. Yəni mən də qeyd edim ki,
kursa getmədən özüm evdə